12 çiçək pərdəsi olan arpa bitkisində neçə erkəkcik və neçə dişicik ağızlığı olar? 112 çiçək pərdəsi verilibdir və arpa bitkisi verilibdir. Erkəkciyi soruşur bizdən, sual işarəsi qoyuq üstünə və dişiciyi soruşur, sual işarəsi qoyduq. Tamam, bax görək bunlarda necə olacaqdı? Çiçək düsturumuz var idi bizim burada. C2 plus 2. İkisi mötərizədə olurdu. Pərdəciklər bitki idi, pulcuqlar ayrı idi. Y3, D1, dişicik 1. Erkəkcik 3, dişicik 1. Tamam, 112 çiçək pərdəsi vardı. Çiçəyin pərdəsi varsa hansıdır bu? Bilirik ki, bax bu bitişik olanlar pərdələrdir. Pərdə yazdım qısaca. Bu isə pulcuqlardır, 2 dənə bitişik olmayanlar. 112 isə biz test tapa bilərik. Bir çiçək 2 dənə idi da, 2 ədəd olur. 112-ni bölərik 2-yə bərabərdir. Deməli biz buradan tapırıq çiçək sayını. Yəni biz bir çiçəyi tapıb sonra orada erkəkçi və dişiciyi tapa bilərdik. Deməli olacaqdı 56 bizim çiçəyimiz olacaqdı. İndi bizdən nəyi soruşur? Erkəkçiyi soruşur. Erkəkçiyi soruşursa erkəkçi bilir ki 3 dənədir. Erkəkçi 3 ədəd olduğu üçün 56-nı vurarıq 3-ə. 56 vurulsun 3 bərabərdir. Erkəkçik dediyi üçün 168 tapırıq biz buradan erkəkçiyi. Bir də dişicik ağızlığını deyir. Dişicik ağızlığı 2 dənə olur. Amma dişiciyin özünü tapıb sonra ağızlığı tapmaq olar ya da birbaşa 2-yə vurub tapa bilərdik. Dişici bir dənədir, 56-nı 1-ə vursaq 1 eləyər. Amma 2-yə vurarıq buradakı 56 vurulsun 2 bərabərdir 112 ağızlıq olacaq. Deməli bu erkəkçik olacaqdı. Qısaca E yazdıq. Bu isə dişiciyin ağızlığı olacaqdı ki, xüsusilə dişicik ağızlığı 112 ədəd olacaq. Düzgün cavab 168, 112 burada verilibdir.